Azərbaycanın Aktau Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 34-cü il dönümü ilə bağlı keçirilən tədbirdə Baş Konsulluğun əməkdaşları Türkiyə, Özbəkistan, Türkmənistan və İranın Aktaudakı baş konsulları və diplomatları, şəhər məsləhətinin sədri, Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin heyəti, Mangistau Vilayət Xalq Assambleyasının sədri, Azərbaycan diasporunun üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. İştirakçılar öncə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto sərgi və kitablarla tanış oldular. Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilib. Sonra isə Baş konsul Ayxan Süleymanlı, Aktau şəhər məsləhətinin sədri Sembiqali Zakenov, Dostluq Etnomədəni Birliyinin keçmiş rəhbəri Vaqif Nəbiyevin çıxışları olub. Ayxan Süleymanlı öz çıxışında 1992-ci il fevralın 25-dən 26-sına keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olduğunu, Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı moto atıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək silahsız Azərbaycanlılara qarşı soyqırım aktı törətdiklərini qeyd etdi. Vurğulandı ki, bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikaların şiddətli atəşə məruz qalaraq darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqir edici hərəkətlərə yol verilib. Baş konsul Xocalı soyqırımına hüquqi siyasi qiymətin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini, ümummilli liderin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımı günü haqqında qərar qəbul etdiyini iştirakçıların diqqətinə çatdırıb. Çıxışını davam etdirən Baş konsul bildirib ki, 2020-ci il sentyabr ayının 27-sində başlayan 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz işğal edilmiş torpaqlarımızı azad etdi və hazırda Xocalı şəhərinə məcburi köçkünlərin öz doğma yuvalarına qayıtması davam etdirilir. Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev fondunun dəstəyi ilə çəkilmiş Badam Çiçəyi sənədli filmi nümayiş etdirildi və iştirakçılara ehsan verildi.